Kimdir o babası? Oktay Atakişiyev. Oktay Keşivadə işləyir. Müdafiə Sənaye Nazirliyində işləyib. İşləyib yoxsa işdir İndi lazım? pensiyadadır səhv eləmirəmsə. Ona güvənərək deyir ki, mənə Bəli, ona işləmək. güvənərək deyir ki, mənim dayım polisdir, babam polisdir, mən heç kim üçün eləyə bilməz. Mayın 2-si saat 19:30 radələrində paytaxtda keçmiş sevgilisinə bıçaqlı hücum etməkdə şübhəli bilinən 20 yaşlı Murad Əhmədov saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Ulumu İsrafilli bildirib. Onun sözlərinə görə şübhəlinin müvafiq izahatları alınıb, təhqiqat araşdırmaları davam etdirilir. Qeyd eləyək ki, zərər çəkmiş Şərafət Babayevanın bildirdiyinə görə 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub. Onun sözlərinə görə Murad Əhmədov zərər çəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb. Zərər çəkən bildirib ki, Murad Əhmədov babası Oktay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.